Xəstəxananın qəlbindəki ümid Azərbaycanın qədim və zəngin mədəniyyətlərlə örtülü torpaqlarında min illərin sirlərini daşıyan bir şəhərin kənarında Sərvət adlı kiçik bir qəsəbə yerləşirdi. Bu qəsəbənin sakinləri nəsildən nəsilə ötürülən ənənələrinə, adət-ənənələrinə və əcdadların hikmət dolu sözlərinə sadiq qalırdılar. Hər gün qaranlıq qış səhərlərində günəşin səmaya yumşaq işıqlar saçdığı anlarda qəsəbənin dar küçələri və köhnə divarları insanlara həm keçmişin izlərini, həm də gələcəyin ümidini bəxş edirdi. Bu qəsəbədə şəhərin əsas tibbi mərkəzi olan Xalq xəstəxanası fəaliyyət göstərirdi. Xəstəxana həm müasir tibbin yeniliklərini, həm də yerli ənənələri, insanın ruhundakı səmimi ümidləri bir araya gətirən bir məkandı. Burada işləyən həkimlər, tibb bacıları və digər işçilər yalnız xəstələri müalicə etməklə kifayətlənməyib, onların ruhlarına da şifa verməyə çalışırdılar. Həmin xəstəxanada çalışan doktor Elçin həm peşəkarlığı, həm də insanlığa göstərdiyi mərhəmət ilə tanınırdı. O, Tolstoyun romanlarında təsvir olunan qəhrəmanların ruhunu xatırladaraq xəstələrinə yalnız dərmanlar verməklə kifayətlənməyib, onların həyatlarının dərinliklərində gizlənmiş kədər və ümidləri anlamağa çalışırdı. Elçin uşaqlıqdan bəri xəstəliklə mübarizə edən, çətin günlərdə belə ümidi itirməyən bir ailənin övladı idi. Onun atası Mirzə İbrahim bəy qəsəbənin ən hörmətli adamlarından biri idi və o, hər zaman həyatın ən böyük zəfəri insanın öz qəlbində tapdığı işıqdır deyərək qəsəbə sakinlərinə yol göstərirdi. Elçin də atasının bu sözlərini ürəyində daşıyaraq tibbi təhsildə uğur qazandı və xəstəxanada çalışaraq insanların yalnız bədənlərini deyil, həm də ruhlarını müalicə etməyə can atdı. Bir gün xəstəxanaya gəlişlər arasında gənc bir qız Adilə xanım ağır xəstəliklə mübarizə aparan, lakin hələ də həyat ümidini itirməmiş bir xəstə kimi qeyd edildi. Adilə xanım illərlə qurbanlıq vermiş, ailəsini itirmiş, yalnız qalıb, öz içindəki səmimi ümidlə yaşamağa çalışan bir qadın idi. Onun gözlərində həm kədər, həm də gizli bir güc, sanki keçmişin bütün acılarını və gələcəyin işığını bir araya gətirən bir pərdə vardı. Elçin, Adilə xanımın vəziyyətini diqqətlə araşdırdı və ona, siz həyatınız boyunca böyük acılar yaşamısınız, amma unutmayın ki, hər bir çətin anın arxasında qəlbinizdə gizlənmiş bir işıq var. Bu işıq, sevgi, mərhəmət və səmimiyyətlə parıldayır və sizi həyatda irəli aparacaq, deyərək ona dərin inam bəxş etdi. O, Adilə xanıma yalnız tibbi müalicə deyil, həm də həyatın mənasını tapmaq üçün səmimi söhbətlər və məsləhətlər verdi. Bu söhbətlər zamanı xəstəxananın sərin dəhlizlərində, işıqlı otaqlarda insanların gözlərindəki hüzur və ümidi Tolstoyun romanlarında canlanan insan təcrübələrini xatırladırdı. Xəstəxanada işləyən digər tibbi heyət üzvləri də Elçinin insanlara göstərdiyi bu mərhəmətli yanaşmadan ilham alırdılar. Tibb bacısı Ləman xəstələrə yalnız dərmanlar verməkdənsə onların yanında oturur, dinləyir və onlara dərin dostluq bəxş edirdi. Bizim işimiz yalnız xəstələri sağaltmaq deyil, həm də onların ürəklərindəki qaranlıq anları işıqlandırmaqdır, deyə Ləman tez-tez xəstələrə söz açırdı. Bu yaxınlaşma xəstəxananın hər küncündən insan ruhunun dərinliyində gizlənmiş səmimi ümid və mərhəmət işığının parıldamasına səbəb olurdu. Günlər keçdikcə xəstəxanada və qəsəbədə həyatın sınaqları, sevinc və kədər, dərs və ümid bir araya gəlməyə başladı. Xəstəxanada yalnız tibbi müalicələr deyil, həm də insanların öz həyat hekayələrini, keçmişin dərslərini və gələcəyin ümidlərini bölüşmək üçün də geniş müzakirələr baş verdi. Xəstəxana dehlizlərində həkimlər, tibb bacıları və xəstələr bir araya gələrək həyatın mənası, insanın öz içindəki gücü və sevginin, mərhəmətin əbədi sədası barədə dərin söhbətlər etdilər. Bir axşam xəstəxananın böyük salonda toplanan xəstələr və heyət arasından Elçin dərindən danışmağa başladı. Həyat yalnız ağrılı anlardan ibarət deyil, həm də sevgi və ümidi daşıyan, qəlbimizdə parlayan o işıqdır. Bizim cəmiyyətimizdə bu xəstəxanada hər kəsin içində bir ümid var. Bu ümid çətin anlarda belə sönməyəcək, sevgi ilə, mərhəmətlə parıldayacaq. Unutmayın ki, hər birinizin qəlbindəki işıq əsl gücünüzdür və biz bir-birimizə dəstək olaraq bu gücü ortaya çıxaracağıq. Elçinin bu sözləri salondakı hər bir insanın qəlbində dərin iz buraxdı. Xəstələr, həkimlər, tibb bacıları və hətta qəsəbənin yaşlıları belə o an öz həyatlarında olan çətinlikləri, sevincləri və ümidləri bir araya gətirərək yeni bir gücə, yeni bir inama qovuşduqlarını hiss etdilər. Adilə xanım Elçinin sözlərindən ilham alaraq, mən bütün bu illər boyunca çox acılar çəkmişəm, amma indi hiss edirəm ki, içimdə hələ sönməyən bir işıq var. Bu işıq mənə yenidən yaşamaq üçün güc verir, deyə səmimi göz yaşları ilə cavab verdi.
Xəstəxananın həyatı təkcə tibbi müdaxilələrlə məhdudlaşmır, həm də insanların həyat hekayələrinin, qəlblərindəki səmimi arzuların və ümidin təzahürüdür. Xəstəxananın hər otağında, hər dəhlizində, hər küncündə sanki Tolstoyun romanlarında təsvir olunan insan təcrübəsinin dərinliyi var idi. Həkimlər, tibb bacıları və xəstələr həyatın acı və şirin anlarını, ümid və kədəri, sevgi və mərhəməti bir araya gətirərək öz içlərindəki işığı tapmağa çalışırdılar. Zaman keçdikcə xalq xəstəxanası yalnız müalicə olunan bədənlərin deyil, həm də qəlblərdəki səmimi işığın, ümidin və sevginin mərkəzinə çevrildi. Qəsəbənin bütün sakinləri xəstəxanadan çıxıb bir-birinə daha sıx bağlı oldu. Onlar hər gün həyatın dərinliyində gizlənmiş səmimi arzuları, keçmişin dərslərini və gələcəyin ümidini bir araya gətirərək bir cəmiyyət kimi inkişaf etdilər. Xəstəxananın kənarında qızıl şüalı səhərlər, ulduzlu axşamlar, qarlı qış günləri və səmimi söhbətlər arasında insanların içindəki işıq və ümid daima parıldadı. Elçin xəstəxanada və qəsəbədə həm tibbi, həm də mənəvi sahədə böyük bir nümunə oldu. O, yalnız xəstələri müalicə etməklə kifayətlənməyib, onların ürəklərindəki qaranlıq anları işıqlandırdı. Hər bir xəstənin qəlbində həqiqi bir güc var. Biz bu gücü ortaya çıxardıqda həyatın ən böyük sirrini, insanın öz içindəki sevgi və mərhəməti kəşf edərik, deyərək hər kəsə öz iç işığını tapmağı öyrətdi. Bütün bu hadisələr qəsəbənin və xalq xəstəxanasının həyatında cəmiyyətin əsl gücünün, sevgi, mərhəmət, səmimiyyət və ümidin nə qədər dərin və əbədi olduğunu ortaya qoydu. Xəstəxana yalnız bir müalicə mərkəzi deyil, həm də insanların qəlblərindəki işığı, ümidi və sevgi dolu arzuları paylaşdıqları, bir-birinə dəstək olduqları bir ailəyə çevrildi. Beləliklə, xəstəxananın qəlbindəki ümid adlı bu dastan Tolstoyun dərin və geniş təsvir etdiyi insan təcrübələrinin, cəmiyyətin birliyinin və qəlbdə gizlənmiş sevgi işığının əbədi sədasını bizə xatırlatdı. Azərbaycan torpaqlarının zəngin mədəni irsi, qəsəbənin ənənələri və xalq xəstəxanasının mərhəmətli ruhu nəsildən nəslə ötürülərək hər kəsin qəlbində parlayan o əbədi ümid işığına çevrildi. Hər kəs həyatın çətinlikləri ilə üzləşərkən xəstəxanada eşitdiyi, gördüyü və hiss etdiyi o səmimi sözlər və mərhəmətli baxışlar vasitəsilə öz içindəki işığı tapdı. Hər bir ulduzun parıltısı, hər bir günəşin doğuşu, hər bir sakit dəhlizin səsi insanlara sevgi və mərhəmətin, səmimi ümidin nə qədər böyük bir gücə malik olduğunu xatırlatdı. Bu hekayə bizim hər birimizə göstərdi ki, əsl güc, cəmiyyət olaraq bir-birimizə dəstək olmaq, sevgi və mərhəməti paylaşmaq və qəlbimizdəki işığı itirmədən gələcəyə ümidlə baxmaqdır. Beləliklə, xəstəxananın qəlbindəki ümid dastanı yalnız tibbi müalicə metodlarının deyil, insanın içindəki səmimi işığın, cəmiyyətin birliyinin və əbədi ümidin necə möhtəşəm bir qüvvə olduğunu bizə göstərərək, nəsillər boyu yaddaşlarda qalacaq böyük bir hekayə kimi yaşamağa davam etdi. Hər kəs həyatın çətin anlarında belə öz qəlbindəki işığı taparaq sevgi, mərhəmət və səmimiyyətlə irəliləməyə davam etdi. Çünki o bilirdi ki, əsl xəstəlik yalnız bədənlərdə deyil, qəlblərdə itirilmiş ümiddədir və hər kəsin içindəki o işıq, cəmiyyətin ən böyük zəfəridir.